metro çıxışında yeni təmirli 3 otaqlı mənzil almaq istəyirsinizsə, o zaman bu video sizin üçündür. Hal-hazırda mən Həzərslan metrosunun çıxışındayam. Ətrafda gördüyünüz kimi yaşam üçün bütün infrastruktur mövcuddur. Daxil oluruq mənzilimizə, mətbəx hissəyə. Yer isti döşəmə sistemi ilə təchiz olunub. Mətbəx mebelimiz döşəmədən tavana qədər yığılıb. Xüsusi dizaynla işlənilib. Rəng çalarları, işıq zövq verir mətbəxə. Burada soyuducu üçün, burada isə qabyan üçün yer nəzərdə tutulub. Evin ümumi sahəsi 125 kvadrat metrdir. Daxil oluruq əsas yataq otağımıza. Rəng çalarlarına, əşyalara, işıqlara hamısına diqqət edin. Hamısı bir-birini tamamlayır. Xüsusi zövqlə işlənilib. Pəncərəmiz gün doğan tərəfə baxır. Daxil oluruq növbəti ikinci otağımıza. Buradan da əsas balkona çıxışımız var. Ev yeni təmirdən çıxıb. Təmirdən sonra yaşayış olmayıb. Burası mənzilimizin əsas hissəsi, zal hissəsidir. Burada da rəng çalarları, əşyalar, studiya, işıqlar hamısı bir-birini tamamlayır. Android TV'miz, divanımız, xüsusi təmizləyici aparat. Bu əşyalar hamısı yenidir. Buradan da balkona çıxış var və bütün otaqlar hamısı pəncərəsi gün doğan tərəfə baxır. Bura bizim dəhliz hissəmizdir. Burada isə camaşır otağımız var. Paltar yuyan və qurudan. Hamısı əşyalar yenidir. Burada isə bizim sanitar qovşağımızdır. Xüsusi dizaynla hazırlanıb. Burada dəhliz hissəsidir. Girişlə üzbəyiz boya-boy güzgü, döşəmədən tavana qədər olan dolaq. Mənzilimiz yeni tikili binanın 5-ci mərtəbəsində yerləşir. Çıxarışı var. Satışa tam hazırdır. Onu da qeyd edeyim ki, qiyməti 295 min manatdır. Bu mənzil satmaq üçün təmir olunmayıb. Sadəcə sahibkar artıq fikrini dəyişib xaricdə yaşadığı üçün evi satır. Evin də açarları məndədir. İstənilən vaxt əlaqə saxlayın, vaxt təyin edək, evə canlı baxış keçirdək.